Sevinç cırıq qızısı var. Deməli o götürüb bütün videoları izləyir, qayıdır deyir ki, maraqlıdır. Deyir ki, Avropadan deyirdilər ki, get bədənimi sat, get oteldə fahişəlik elə. Deyir öz də dili ilə. Yəni izləyir. Mən də təklif eləmişəm də. Mən demişəm ki, bax, Sevinç Sadıxova var, Sevinç Osman qızı var. Yox, bunlar da mübarizə aparır. Sevinç Telman qızı, sən də gəlsən Avropaya, sən də qəşəng danışarsan. Amma sən bu günləri baldızı ilə cinsi əlaqədə olan dövlət büdcəsindən maliyyələşən Rauf, hansı ki şərəfsizdir, namussuzdur, əqidəsini satandır, sən onun yanında sadəcə məcbursan onu. Əvvəl söymürdün, daha gördüm ağbədi eləyirlər. Kimə nə problem olur? Avropada söyüşçül bloger. Avropada söyüşçül bloger. De ala kişi getdi. Tural'la Məhəmməd getdi. Kim qaldı? Bir Qabil qalıb, Elşad qalıb, Manafdır, arada danışır. Süleyman yoxdur, Orxan yoxdur. Kim qalıb? 3 nəfər. Mən də nə deyirəm? Bax bunu da izləyirlər ha, nöqtə bölgüm. Deyirəm ki, söyüş yaxşı şey deyil. Heç yaxşı şey. Mən bunu demirəm, zor eləyirəm. Yaxşı şey deyil. Amma Əfqan demişəm, mənə də Azərbaycanda deyirlər sözlüdür. Orada da demişəm, yorğan döşəyə atmışam prezident aparatının qarşısına. Ağzımı tikmişəm. Ağzımı etiraz olaraq tikmişəm Azərbaycanda. Yəni mən də deyirəm ki, mənim haqqımı bərpa edin də, burada nə var ki? Yox, bu sərf eləmir, deyirlər söyüş söyən. Söyüş söyən dünən də Sevinç cırıq qızını yaxşı söydü. Niyə? Deyir ki, söyüşçülərin ikisi getdidir, 3000-5000 Ramiz Mehdiyev bunlara pul göndərmir deyən. 3000-5000 istəyirdilər, daha pul getmir deyən, onlar söhbəti dayandırdı. Və deyir, mənə deyirdilər ki, onlar get bədənimi sat. Yenə də deyirəm, o sözün tərif haqqı mənə aiddir. Mən demişəm onu. Onu da Məhəmməd deyibdir, nə də Tural deyib. O sözün tərif haqqı mənə aiddir. Özdə xahiş edirəm, Sevinç cırıq qızı. Gələn dəfə deyəndə olduğu kimi deyirəm. Bax belə deyirəm. Deyirəm ki, Avropadakı bloger deyir ki, get jurnalistikanı at, get Əliyevlərin, Paşayevlərin otelində bədənimi sat. Əliyevlərin, Paşayevlərin. Çünki bu günləri ən bərk gedən otellər Əliyevlərdədir, Paşayevlərdədir. DTX rəisi Əli Nağıyevdədir. Anasının, dünyasını dəyişmiş anasının adına otel atan. Gör bunlarda ağla bax, dərrakıya bax. Qarev metrosu tərəfdə Nazlı İstraşev var. Nazlı Şadlıq evi də var. Şadlıq evi. Nişanlıq evini yiyib içirlər şərlərini. Amma ki, Nazlı otel nə deməkdir? Vurun Google-da, vurun TikTok-da çıxacaq. Çəkmişəm da, girdim kabinetləri çəkmişəm. Nə girib orada? Mən vardım. AZTV-də var. AZTV-də var. Nazlı Bulaq, AZTV-də Nazlı Bulaq orada var. Əli Nağıyevin var. Onun linkini sonra mənə atarsan, mən yaxşı işlədərəm. Rahat taparım, rahat tap şeydir. Peysər, oğlu Əli Nağıyevin Londonda futbol klubu saxlayır ki, xeyr ola. Xeyr ola. Devləti qoruyur. Qardaşı Əli Nağıyev generaldır, binalar tikirlər. Bu günləri and olsun Allah, Azərbaycanda evlərin qiymətinin düşməməyinin səbəbkarı Əli Nağıyevdir. Bir nömrəli. Əli Nağıyev Paşayevlər. Niyə? Çünki Azərbaycanda bütün binaları, bütün əmlak sektoruna Əli Nağıyev və Paşayevlər, Bəylər Əyyubov, bunlar nəzarət edir. Azərbaycanda evlərin qiyməti Türkiyədən, nə bilim, Antalyadan bahadır. 400 manat maaş olan, 150 manat pensiya olan yerdə milyona yaxın evlərin qiyməti var. Buyur Əfqan, sözlü dinən sağollaşaq. Mən burada həmişə dedim ki, bəli, sən belə dedi, İlham Əliyev xalqı söymür, ancaq söymək məsələ var, vuruldu deməli. Xalqın da anasını almadı. Ona söyməyə ehtiyac yoxdur, çünki onsuz da əlində resurslar var, eləyir. Mən də həmişə efirdə dedim ki, bax, mən sizin ailə üzrə qarışmamışam, yaxşı da bu yolla deyək. Amma mən hər tutulanda ailəmi şantaj elədir, təhdid elədir, oral kamera qoymuşuq, bunu belə edir, uşaqların küçədiyi təhdid, filanla, nə filan. Bir dəfə, iki dəfə türmədən mailə dedim. Dedim ki, o Əli Nağıyevə deyir ki, əlin deyən, onu türmə deyən, öldürür, kişisi məni öldürsün. Ailəyə toxunursan filan. Mən bu adamı türmədə gedib türmə rəisinə deyirəm ki, nazirə şeylə göndər, filan qayda, mənim o cəsarət, mənim nənəmi kəsələr, nənəm belə. Axırda burada şeydə, dedim ki, bəlkə düzə. Burada mətbuat konfransı çıxanda burada aprelin 16-17-sində mətbuat konfransı dedim ki, mən İlham Əliyevə çox dedim ki, kişi ol, mən necə mübarizə aparırdım səndən? Bilmirsən belə də.
Özüm mübarizə aparıram. Demirdim ki,